Heç kəs haqqında deməyin, hədisdə də var. Bu kimdir, heç nədir bu? Heç kimdir bu? Elə söz deməyin. Qəlbimizə təqvanı aşılayaq, başqalarını özümüzdən üstün bilək. Abdullah ibn Əmras deyir, bu bidənəyə dözə bilmirəm, kimsə məndən üstün olmasını. Qalan işlərim qaydasıdır. Elə bu bidənə də məsələ, əsas məsələ bu bidənə. Bu bidənə də əsas iş. Haberlər də var. Ümumi deyir, hamı məndən üstündür, hamı məndən üstündür. İmtahan vaxtı birinin üstünlüyünü deyir, bu bir nəfərdən başqa. O ki imtahan olunur ki, bunun üstünlüyünü etiraf eləməlisən, deyir, bu istisna. Amma hamı məndən üstündür. Buna qəlbən etiqad bəsləyəsən. Sən deməklə də üstün olmayacaq. Allah bilir kim üstündür. Amma sən özündən üstün bilməklə heç nə itirməyəcəksən ki, qazanacaqsan. Amma Allaha bəllidir kim kimdən üstündür. Sən denən ki, hamı məndən üstündür. Sənin məntiqin bu olsun həyata yanaşmada, insanlara yanaşmada.